bir-birinizə və yenidən toy havasına qaydırıq. Allah Teala Azərbaycanımıza hər zaman belə gözəl toylar, müsatlar qismət eləsin. Lənkəranımızda, Xan torpağında hər zaman bax belə gözəl günlər olsun. Toylar, düğünlər olsun və ən əsası o toyları oxumağa kim dəvət alsın? Təbii ki, hər birimizin sevimlisi Emin Məhərrəmov. Emin qardaşım, xoş gəlmişsən, Allah var edəsin. İnanıram, möhtəşəm bir məclis olacaq. Çünki sizin oxuduğunuz məclis hər zaman möhtəşəm olur. Amma təbii ki, toyumuzun reglamenti var. Biz bəyimizi, gəlinimizi o gözəl kürsüdə yerlərin aldıqlarından sonra valideynləri söz sahibi edirik. Değerli qonaqlar, dünyanın 200'e yaxın ölkəsi var. Ama bu ölkələr içində yeganə Azərbaycandır ki, Azərbaycanda ailə dəyərləri çox üstünlük təşkil edir. Ona görə biz hər bir məclisimizdə böyüklərimizin xeyir-duası ilə başlayırıq. Bunu nəsillər bizə ötürüblər, biz də gənclərimizə ötürürük. Ona görə də mən böyük məmnuniyyətlə bəyimizin atası Elman atanı, anası Akifə xanımı, gəlinimizin atası Cəbrayıl atanı, anası Ülviyə xanımı bu gözəl səhnəyə dəvət edəcəm. Bir xeyir-dua alacağıq, ondan sonra gözəl nəğmələrlə toyumuzu davam edəcəyik. Allah mübarək eləsin.